Verilişin baş sponsoru Chevrolet avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi Performans Center şirkətidir. Verilişin rəsmi dəstəkçisi 65155 zəng və 8155 SMS yol məlumat xidmətidir. Salam, Avtostop efirdədir. Adım Turaldır. Siz Performans Center'ın baş sponsorluğu ilə Avtostopa baxırsınız. Bugün təbii ki, siz qaydaları biləcəksiniz və bizim bugünkü çəkilişimiz Performans Center'ın Babək prospektində yeni açılmış böyük salonundan olacaq. Yaşayış məntəqəsi ilə yaşayış zonasını. Fərqi nə? Yaşayış məntəqəsi, yəni şoferə görə fərqi nədir? Ümumiyyətlə bu iki ifadənin iki termini fərqi nədir? Bir dəqiqə deyəm, qabağa verin bir tikə maşın. Onlar problem var. Mən çox diqqətli sürücüyəm. Məsəl üçün, bax, indi sizə müsahibə verirəm. Əslində, mən yolda sevmirəm danışmağı. Bütün diqqətim yolda olur. Sadəcə indi bu veriliş üçündür, mütləq olmalıdır. İstisnadır bu artıq. Küçənin başında giriş qadağandır. Yol nişanı ola-ola bu avtomobil düz üstümüzə gəlir. Biz nəyə görə? Bax bu nişankilər ki, svetoforda nişanların qüvvədən düşmə prosesi var ha. Aqil müəllim onları çaşdırır. Çünki bizdə stop nişanı var idi. Onlar elə bilirlər ki, biz gözləməliyik orada. Amma yaxşı düşmür ki, ay qardaş, svetofor işləyəndə o qüvvədə deyil. Üstünlük nişanları qüvvədən düşür. Svetofor işləyəndə. Niyə? Bu kitabı açıb oxusunlar da. İndi qanunları dəyişirlər.
Piyadalar və sürücülər arasındakı münasibətlər bizim şəhərimizdə və respublikamızda çox acınacaqlıdır. Keçən ilin statistikasına baxsaq görərik ki, yollarda ölüm sayının demək olar ki, 50% piyadaların üzərinə düşür. Təbii ki, burada sürücülərin də məsuliyyəti az deyil. Məsələn, belə dar yollarda çox sürətlə hərəkət etmək, yolu keçməkdə olan piyadaya yol verməmək və s. Bu yollarda özünüzü necə qorumalısınız? Piyada və sürücü olaraq bunların hamısını avtostopda biləcəksiniz. Bizim piyadalar yolu istədikləri kimi keçirlər. Sürücülər də piyada keçidlərində onlara yol verməməklə eyni yol mədəniyyətsizliyini nümayiş etdirirlər. Hər bir şəxs yolda olduğu zaman özündən savayı digərlərini düşünməlidir. İlk olaraq piyada keçidləri müəyyən edilməyən yollarda kim hərəkət üstünlüyünə malikdir, onu aydınlaşdıraq. Məsələn, belə bir dar yoldur və piyada yolu keçmək istəyir. Yolun sağ kənarındadır. Məsələn, bu piyadalar kimi sola keçmək istəsə, hərəkət üstünlüyü kimdədir? Burada piyada keçidi yoxdur və yaxınlıqda da piyada keçidi görünmədiyinə görə piyada buradan yolu qanunda göstərildiyi kimi düz bucaq altında keçməlidir. Yəni düz keçməlidir. Sağa və sola perpendikulyar hərəkət eləməli deyil. Düz keçdiyi təqdirdə onu uzaqdan görən sürücü hərəkət sürətini aşağı salmalı, əyləci basmalı və daha sonra piyadanın yolun hərəkət hissəsini boşaltdıqdan sonra hərəkətini davam etdirməlidir. Bu cür yollarda məsləhətdir ki və tövsiyə olunur ki, piyadaları buraxasınız. Amma bəzən elə olur ki, bizim sürücülər bu cür yollarda piyadadan daha tez keçməyə cəhd göstərirlər, qazı basırlar. Piyada yolu təbii ki, səhv olaraq qiymətləndirmir, yolun ortasına atılır və bununla da hadisə baş verir. Bu tipli yollarda, hörmətli sürücülər, diqqətli olmaq lazımdır. Bu tipli yollarda əgər yolu piyada keçməyə cəhd göstərirsə, ona mütləq yol verin. Bu həm sizin üçün yaxşıdır, həm də piyada üçün. Fikir verin, yolu keçməyə cəhd göstərən piyada var. Biz sürətimizi aşağı salır, arxaya baxırıq, hərəkəti qiymətləndiririk, görürük ki, piyada yolu gözləyir. Bu zaman biz hərəkətimizi davam etdiririk. Amma, bax, bu cür eləmək olmaz. Mən hərəkət sürətimi aşağı saldım. Bu qırmızı rəngli avtomobil məni ötməyə cəhd elədi. Baxmayaraq ki, arxamızda ara məsafəsi var idi. Mən sürətimi aşağı saldım ki, piyada yolu keçsin. Piyada düzgün olaraq qiymətləndirdi ki, keçə bilməyəcək. Mən sürətimi artırmaq istəyirdim ki, bax bu cür ötmə əməliyyatını, təhlükəli özlə ötmə əməliyyatını etdilər. Bu cür hərəkət eləmək olmaz. Bakının ən təhlükəli yollarından biri Zıq şosesi. Bu Zıq şosesi əvvəl əks istiqaməti nəqliyyat vasitəsini ayırmaq üçün beton arakəsmədən ibarət idi. İndi isə onu götürüblər. Əvvəl beton arakəsmə olanda piyadalar üçün yolu keçmək çətin idi. Yalnız fiziki hazırlıqlı olimpiya çempionları bu beton plitələri aşaraq yolu keçirdilər qeyri-qanuni olaraq. Amma indi piyadalar üçün yolu keçmək daha asandır. Yol arakəsmə götürülüb və siz bəzən piyadaların bu yoldan sağa və sola şütüdüyünü, qaçdığını görə bilərsiniz. Düzdür, bu günorta vaxtı çox az olur. Bu adətən gecə vaxtı belə olur. Və tərslikdən əgər həmin piyada qara geyimdə olarsa, sutkanın qaranlıq vaxtında həmin piyadanın vurulması 100%-ə bərabər olur. Ona görə, hörmətli piyadalar, buradan yolu keçmək istəyirsinizsə, birincisi, nəqliyyat vasitəsini burada saxlamayın. İrəlidə avtomagistral yol nişanının altında saxlayın, orada piyada keçidi var, yer altı. Ondan istifadə edin. Və ya irəlidə hərbi litseyin yaxınlığında nəqliyyat vasitəsini, yəni ictimai nəqliyyatı saxlatdırırsınız, orada düşüb yolu əks istiqamətə keçə bilərsiniz. Düzdür, 1 kilometr, 2 kilometr ayaqla gedərsiniz, amma sağ qalacaqsınız. Daha bir məqam isə keçid olan yerdə piyada düzgün olmayan yerdən keçərsə və bu zaman hadisə baş verərsə, məsuliyyət kimin üzərinə düşür? Burada bir neçə məqam var. 1. Sürücü yol hərəkəti qaydalarına əməl etməlidir. 2. Hadisənin qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə etməlidir. Bütün bunlar olubsa, o zaman sürücü məsuliyyətdən azad olunur. Yol hərəkəti haqqında qanunda açıq-aydın yazılıb ki, piyada mütləq piyada keçidlərindən istifadə etməlidir. Belə olmayan halda piyada üçün də məsuliyyət nəzərdə tutulub. Xanım, qız və cavan oğlan piyada keçidi 500 metr qabaqda keçməyə cəhd göstərirlər. Fikir verin, qarşıda piyada keçidinin altından 2 xanım qaçaraq keçir. Bu zaman piyadanı vursaq biz məsuliyyət daşıyırıqmı? Xeyr, biz məsuliyyət daşımırıq. Çünki bizim hərəkət sürətimiz saatda 60 kilometrdir. Biz yol hərəkəti qaydasını pozmuruq. Onu vurmamaq üçün bütün vasitələrdən istifadə edə bilərik. Və buna görə biz cinayət məsuliyyətindən azad olunuruq.
həmin şəxslər, əgər biz Allah eləməsin onu vursaq, sağ qalsalar, məsuliyyəti onlar daşıyırlar. Nobel prospektində düz 5 piyada keçidi var və biz bu piyada keçidlərinin yaxınlığına getdiyimiz zaman görəcəyik ki, piyadalarımızın çoxu bu piyada keçidlərindən istifadə etmirlər. Onlar piyada keçidlərini saymırlar. Bax, bu cavan oğlana fikir verin. Burnu qaşıyır, əsniyir və yolu geçməyə cəhd göstərir. Cavan oğlandır, amma canının qədrini bilmir. Təbii ki, sürücülər də bir neçə məsuliyyət daşıyırlar. Belə ki, nizamlanmayan piyada keçidlərində hərəkət üstünlüyü piyadalara aiddir. Yəni, sürücü yolu keçməyə hazırlaşan piyadaya yol verməlidir. Piyadaya yol verməməyə görə sürücünün ayrıca məsuliyyəti var. Daha bir məqam isə nizamlanmayan piyada keçidlərindən bağlıdır. Mən sizə bunu misalla göstərim. Bax, bu nizamlanmayan piyada keçidir. Biz burada nə edirik? Hərəkət sürətini aşağı salırıq, əyləci basırıq, arxadakı sürücünü xəbərdar edirik, piyada yoxdursa hərəkət edirik. Bu tipli piyada keçidlərində, yəni nizamlanmayan piyada keçidlərində yol piyadanındır. İndi sağa dönəcəyik biz. Sağa dönürük. Piyada yolu keçə bilər, keçə bilər. Sağa döndüyü zaman piyada yoxdursa hərəkət üstünlüyü bizdədir. Əgər piyada yolu buradan bura keçməyə cəhd göstərirsə, yol piyadandır. Fikir verin, irəlidə piyada var. Nəqliyyat vasitəsiniz onu buraxdı, çox yaxşı elədi. Nizamlanmayan piyada keçidlərində hərəkət üstünlüyü piyadalardadır. Bəzən olur ki, sürücülərə və piyadalara eyni vaxtda yaşıl işıq yanır. Belə şeylər olur. Hərəkət üstünlüyü kimdədir? Piyadadadır. Həmçinin sürücü piyada keçidində avtomobili park edərsə, ona görə də ayrıca cərimə olunur. Sutkanın qaranlıq vaxtında isə sürücülər 2 qat diqqətli olmalıdırlar. Çünki bu vaxt qara paltarlı piyadalar yola çıxan zaman bu hər iki tərəf üçün faciəvi bitə bilər. Ona görə də sürücülər 2 qat diqqətli olmalı. Sutkanın qaranlıq vaxtında nələr baş verə bilər? İndi görəcəksiniz. Sutkanın qaranlıq vaxtında hərəkət etdiyimiz zaman yola qəfil piyada çıxırsa, bu bizim üçün təhlükədir. Məsələn, belə bir təhlükə çıxanda biz hoppa həmin şəxsi vura bilərik. Bunun üçün piyadaya nə lazımdır? Piyadalar isə yaxşı olar üzərlərində işıq qaytarıcılar gəzdirsinlər. Ümumilikdə piyadalar qara geyimlərini imtina etsələr daha yaxşı olar. Əziz piyadalar və sürücülər, yolda ehtiyatlı olun ki, sağ qalasınız. Verilişin baş sponsoru Chevrolet avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi Performans Center şirkətidir. Verilişin rəsmi dəstəkçisi 65155 zəng və 8155 SMS yol məlumat xidməti. 65155 zəng, 8155 SMS yol məlumat xidməti. Yol hərəkəti ilə bağlı bütün suallarınıza cavab almaq üçün 050 və 070 abunələri 65155-ə zəng edib DJ Turala sual verin. 8155-ə bütün operatorlardan SMS yazıb DJ Turala sual verə və ya sürücülük vəsiqəsinin seriya nömrəsini yollamaqla cərimənizi öyrənə bilərsiniz. Yol məlumat xidməti sizin xidmətinizdə. İndi isə mən sizə bir sual verəcəm. Bu suala hamıdan tez və düzgün cavab verən şəxs bizdən hədiyyə qazanır. Düzgün cavabı hamıdan tez 8155-ə bütün operatorlardan SMS ilə göndərmək lazımdır. Diqqət, sual. Bu nişanın mənası nədir? Düzgün cavabı 8155-ə SMS ilə hamıdan tez və düzgün göndərən şəxs bizdən hədiyyə qazanacaq.
Verilişin baş sponsoru Chevrolet avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi Performans Center şirkətidir. Verilişin rəsmi dəstəkçisi 65155 zəng və 8155 SMS yol məlumat xidmətidir. Ola bilər ki, ürək getmə sizə adi bir hal kimi görsənsin. Amma nəzərə alın ki, ürək getmə ölümlə nəticələnə bilər. Ürək getmə adətən şok, ağrı və ya bürküdən yaşanır. Biz zərər çəkmişə diqqət etsək görərik ki, həmin zərər çəkmişin ürəyi bulanır, halsızlıq yaranır, təzyiqi aşağı düşür və ya onun rəngi solğundur. Ürək getmə cəmi 5 dəqiqə davam edir. Gəlin zərər çəkmişə bu müddət ərzində ilkin yardımı necə göstərməliyik, onu aydın edək. Kömək məqsədi ilə həmin şəxsi uzadırıq, ayaqlarını bir balaca qaldırırıq ki, beyninə qan yaxşı getsin. Nəfəsinin rahatlaşması üçün pəncərələri açırıq, dar geyimləri boşaldırıq. Sırt çantamızdan naşatır spirti və pambığı götürərək Zərər çəkmişin burnundan 1-2 sm uzaqlıqda bir neçə saniyə bu pambığı saxlayırıq. Əgər əl altında naşatır spirti yoxdursa, adi ətirdə sizə kömək ola bilər. Bundan başqa zərər çəkmişin üzünə su sıçratmaq və ya onu sillələmək də mümkündür. Sillələmək o halda ola bilər ki, ürək getmə sizin yanınızda baş versin. Çünki siz bilmirsiniz ki, zərər çəkmişin hansısa bir travması var ya yox. Bu həqiqətənmi ürək getmədir. Buna görə də siz bu hərəkətlərlə zərər çəkmişə kömək etməyə əvəzinə vəziyyəti daha da ağırlaşdıra bilərsiniz. Hieman äiti kammarissa virsiä veisellä huijutti. Tuntema poika naapurissa ämmän tyttään huijutti. Eikä sitä poiko ämmät haittaa. Yaşayış məntəqəsi ilə yaşayış zonasını. Yaşayış məntəqəsi, yəni şoferə görə fərqi nədir? Ümumiyyətlə bu iki ifadənin iki termini fərqi nədir? Bir dəqiqə deyəm, qabağa verin bir tikə maşın. Ha, bu olar problem var. Yaşayış məntəqəsi və yaşayış zonası fərqi nədir? Zona, yaşayış məntəqəsi, yaşayış yeri. Zona götürüləndə ancaq bir yaşayış yerinin bir başından o birisi başına olan boşluqda yaşayış zonasına daxildir. Yaşayış məntəqəsi ağ fondadır. Bu terminlərin fərqi nədir? Fərqi odur ki, onun birində sürət 60-dır, birində 90. Birində 60-dır, birində 90. Bəli. Hansında 90? Yaşılda. Yaşıl hansıdır? Hansı yaşıl fonda yazılanda 90. Yaşayış məntəqəsi, yaşayış zonası. Yaşayış zonası. Yaşayış zonasının sürət 90-dır. 90 məntəqəsində 60-dır, yaşayış məntəqəsi. Bir də var yaşayış zona. Zona yəni biraz kənardadır. 90. Yaşayış məntəqəsindən yaşayış zonasında heç bir fərqi yoxdur. Hər ikisi eyni termindir. Hər ikisi eyni. Bunu harada oxumusunuz yoxsa? Yox, oxumalı praktikadan görüb bilirəm ki, eyni şeydir. Eyni şey olsa hər halda eynilərlər ki, yaşayış məntəqəsi ya da yaşayış zonası. Bunlarda bir fərq var. İndiyənə ki, bir dəfə deyəcəm, yaşayış məntəqəsindən yaşayış zonası. Yəni zona məntəqə eyni şeydir. Yəni demək yaşayış məntəqəsindən yaşayış zonası. Fərqi nədir? Bu iki termin fərqi nədir? İkisi bir şeydir, Allah şükür. Yaşayış zonası rayondur, məntəqədəki ilə ora biraz yaxın yerdir. Elə də rayonu deyəcəm də, niyə zonası? Nədə bizim fikirləriniz var? Yaşayış məntəqəsi, yəni o yaşayış yeridir. Oradan maşınla keçməkdən gedir söhbət. Əlbəttə ki, yəni orada yaşayış məntəqəsində yəni sürət aşağı olmalıdır. Yaşayış zonası ola bilər orada 60-70 sürət, yaşayış məntəqəsində 50 ilə uzağı sürət olur. Həqiqəsi o, mən nə bilmirəm. Bu iki termin arasında fərq nədən ibarət olur? Vallahi yalan deyirəm, bilmirəm. Bunu bilmirsiniz. Yaşayış zonası və yaşayış məntəqəsi. Yaşayış məntəqəsi deyəndə ki, sırf orada sakinlər yaşayır, ora nəzərdə tutulur. Zona isə biraz aralıdır. Bu yaşayış məntəqəsi və yaşayış zonasında hər birinə uyğun sürət həddi var. Yaşayış məntəqəsində nə qədərdir, yaşayış zonasında nə qədərdir? Yaşayış məntəqəsində sürət 40-dır. Zonasında isə 60 olur, səhvəndir. Dediniz də elə özünüz. Yaşayış məntəqəsi, yaşayış məntəqəsi. Yəni əhali orada var. Bu sayılır yaşayış məntəqəsi. Sonra sizi nə maraqlandırdı? Yaşayış zonası.
yaşayış zonası. Yaşayış zonası da yəni bir ərazi, böyük bir ərazi, posyolka deyəkmi, rayonun deyəkmi, nə bilim kənd mi deyək, yəni belə. Yaşayış məntəqəsində sürət cürbəcür var. Var məsələn 60 sürət. Tam rəqəm var. Tam olaraq 60. Bu yaşayış məntəqəsi. Yaşayış məntəqəsi. Yaşayış zonası üçün. Yaşayış zonası üçün yenə də orada deyəmərəm dəqiq, ancaq yenə də məhduddur orada da. Təqribi nə qədər? Təqribi bu da elə o cür. 70 olsun qoy. Yəni yaşayış zonası və yaşayış məntəqəsi. Yaşayış zonası deyəndə bütün ərazi götürülür. Rayonun, şəhər, rayon hamısı. Yaşayış ərazi deyəndə ki, məsələn, bu deyir, yaşayış ərazisi var, buranın biz yaşayış ərazisidir. Bəli. Yaşayış məntəqəsi və yaşayış zonası eyni şeydir. Mənim üçün eyni, mən elə düşünürəm ki, eyni şeydir. Bəlkə fərqi var, nə bilim. Mən elə düşünürəm ki, eyni şeydir. Yəni, mən sürücüyəndə hara get, o eyni, onların ikisində də mən eyni sürətlə sürürəm. Yəni ki, neçə yazılır sürət, eyni sürətlə sürürəm. Bilmirsiniz? Ümumiyyətlə, bunlarda fərqi yoxdur, siz düşünürsünüz? Oldu, çox sağ olun. Kokainur saittaa silloin kato lähiöstä laitaa salivili hipputtu puttat put. Yaşayış məntəqəsi və yaşayış zonası. Yaşayış məntəqəsi çox şey cəmaət yaşayır burada. Yəni yaşayış zonası. Yaşayış zonası çox şey də bütün ərazi deməkdir. Ərazi yaşayış zonası. Bəli. Çox sağ olun. Yaşayış zonası binaların arasıdır. Orada maksimal sürət 20-dir. 20-dən artıq sürmək olmaz. Yaşayış məntəqəsi amma başqadır. Yaşayış məntəqəsi yolla da gedə bilərsən, məntəqənin bölümündən də keçə bilərsən, içindən də keçə bilərsən. O yaşayış zonası sahildir. Yaşayış zonasının sürət məhdudiyyəti 20-dir. Maksimal sürət 20-dir. Yəni yaşayış məntəqəsində maksimal sürət 60-dır. Çox sağ olun, təşəkkür. Yaşayış zonası odur ki, bütün yaşayış, yəni məsələn mən 8-ci mikrorayonda yaşayıram. Bütün hamısı ora 8-ci mikrorayon yaşayış zonası sayılır. Əhalisi sayına görədir. Yaşayış məntəqəsi isə mənim yaşadığım ünvandır. Mənim məhəlləm, mənim blokum, mənim ünvanım yaşayış məntəqəsi sayılır. Yaşayış zonası o demək ki, bu indi burada yaşayış var. Məntəqə də ki, nə bilim o inan bir razniца görmürəm. İnansız. Eyni bir şey deyil bəyən. Eyni bir şeydir. Yaşayış zonası. Zona rus dilində deyil böyle. Yoxsa yox. Deyilənlərdir. Yaşayış zonası. Şimdi burada hal-hazırda yaşayış zonası burası, düzdür. Yaşayış məntəqəsi. Son sürdür. 5 il var. 5 il əvvəl imkan. Bəli. Hazırlar. Yox. Yaşayış zonası Və yaşayış məntəqəsi. Yaşayış zonası, yaşayış zonasıdır. Yaşayış məntəqəsi, yaşayış zonasından biraz aralı olan bir şeydir. Yəni o ara orada məsafə var. Yəni bir yaşayış zonası, orada ağ fonlu, göy fonlu znak da olmalıdır orada. Nişan da olmalıdır. Ağ fonlu yaşayış məntəqəsi olanda deməli məntəqə lab yaxındasan. Göy fonlu olanda biraz aralısan da, yəni ağ fonluda olan qanunlar, göy fonlu olan qanunlarda elə bil ki, işləmir. Məntəqə ilə zonanın arasında zona uzaqdan söhbət gedir. Məntəqə ilə şəhərin içində söhbət, məntəqədə yaşayış. Yaşayış zonası uzaqda yerləşən bir yerdə bir yerdə uzaqda. Yaşayış məntəqəsi? Yaşayış məntəqəsi yaşayış məntəqəsidir. Ilman ei sitä tutkata vahti, vaan kyllä lietä silloin. Sillä ei näitä silloin kiele, haittaa kuule tanssilla laijetta laitaa. Salivili hipputtu, tappu räppy, tuttu jolleen. Taittaa teppari hittalla, ilman hittali nullan, hittan nullaa. Dipidapidallaa, ruppatirapiran, kuikan kukka ja kivikanko. Minä sanon lievälle, mitäpä se haittaa. Laskema vielä hiljasta laitaa. Salivili hipputtu, tappu täppyt, tipput hiljalleen.
65 155 zəng, 8155 SMS yol məlumat xidməti. Yol hərəkəti ilə bağlı bütün suallarınıza cavab almaq üçün 050 və 070 abunələri 65 155-ə zəng edib DJ Turala sual verin. 8155-ə bütün operatorlardan SMS yazıb DJ Turala sual verə və ya sürücülük vəsiqəsinin seriya nömrəsini yollamaqla cərimənizi öyrənə bilərsiniz. Yol məlumat xidməti sizin xidmətinizdə. Bəlkə də hər gün qanundan danışmaq sizi və ya bizi yora bilər. Amma bizim aramızda elə sürücülər var ki, onları mütləq göstərib ayıb olsun demək lazımdır ki, bəlkə kimlərsə düzələn. Düzələn hər sürücü bizim üçün uğur və tapıntıdır. Beləliklə ilk hadisə. Süleyman Rəhimov küçəsi, Mərkəzi Bankın arxası. Bu küçə bir tərəflidir. İndi sağ və sol tərəfdə saxlayıblar, baxmayaraq ki, düz sağda yeraltı parking var. Bu ayrı problemdir. Lakin küçənin başında giriş qadağandır. Yol nişanı ola-ola bu avtomobil düz üstümüzə gəlir. İndi bu sürücüyə nə deyəsən? Çox güman ki, bu avtomobilin sürücüsü uşaq vaxtı çörək almağa gələndə dükana pəncərədən girib. Gecə yatanda çarpayının altından keçib, duş qəbul edərkən vanna əvəzinə əl üzüyan çanaqdan istifadə edib. Bu sürücüdə hər şey tərsinədir. Giriş qadağandır olunan yerə əks gəlir. Elə bil yer kürəsinin nüvəsi bu sürücüdür. Lakin bu hərəkət adi qayda pozuntusu və ayıb hərəkətdir. Ayıb olsun. Bu dəfə isə Dilarə Əliyeva və Süleyman Rəhimov küçələrinin kəsişməsi. Süleyman Rəhimovdan gələnlər, yəni sağdan gələnlərə yol ver nişanı var. Onlar bu video qeydiyyatçı quraşdırılmış avtomobil istiqamətindən gələnləri buraxmalıdırlar. Göründüyü kimi isə bu nizamlanmayan kəsişmədə doğrudan da nizamdan söhbət gedə bilməz. Bu nizamsızlıq sürücülər öz aralarında zamanlı keçişi təmin edə bilmirlər. Bir-birini gözləyə-gözləyə hərəkət etsələr, məsələn 5 maşın sağdan, 5 maşın soldan belə problem yaranmaz. Bu isə sözün yüngül mənasında əsl bazardır. İndi isə qayda pozma, daha sonra üzr istəməmə mədəniyyəti. Mikail Müşfiq küçəsi. Yol bizimdir. Soldan gələnlər bizi gözləməlidirlər. Lakin biz nə görürük? Bu qara rəngli avtomobilin sükanı arxasında qadın idi. Görmüşük ki, qadın kişidən daha diqqətli olur. İndiki şəraitdə isə bu qadın sürücü bizi vecilə belə almır, daha sonra yolun sağına manevr edən zaman dönmə işıqlarını yandırmır. İndi yolumuza girdiniz, bunu keçirik. Bu dönmə işığı nə ağır bir şeydir ki, onu yandırmırsınız. Ayıb olsun. Xalq deyimi var. Uzunun ağlı topuğunda olar. Lətifəsi bu sürücüdən uzaq. Amma bu dar yolda, yolun sağında saxlamaq əvəzinə, bu boyda, irilikdə avtomobili yolun ortasında saxlayır.
Daha sonra isə İndi bu sürücü nəyə nail olmaq istəyirdi? Heç olmasa yolun sağında saxlasaydı biraz problem olmazdı. Amma bu sürücü yolun solunda saxlayır və taleyin hökmünə buraxır hər şeyi. İndi biz bunu vursaq, deyəcək ki, bəs mənim maşınımı düzəltdir. Lakin harda saxlamağı barədə belə kəlmə kəsməyəcək. Ayıb olsun. İndi isə sürücü mədəniyyətsizliyinin pik nöqtəsi. Nədir? Aradan çıkmışsan, kim olmasan ala sen. Ala kim olmasa, ala yenə kimə qonmasan. Səhvi boynu almasın, özü bugün. Qaydalara əsasən sağa və ya sola dönən sürücü yolu keçən piyadalara yol verməlidir. Biz bu qaydaya əməl etməyə çalışırıq. Lakin arxamızdakı sürücü bizim bu qərarımızla razı deyil. İndi bu sürücü bizə nə təklif edir? Yolu keçən piyadaları tapdalayaraq yerlə bir edək, asfalta qarışdıraq. Bu nə düşüncədir? Bu nə mədəniyyətdir? Hardan gəlmisiniz? Aydan yoxsa ulduzdan? Qaydanı bilmirsinizsə, gedin vəsiqənizi yandırın. Kim olmuşsan, kim olub keçmişin, kim olub ətrafın, kim olub dərdüşün. Ala kim olmuşsan, haradan çıxmışsan, aradan çıxmışsan, kim olmuşsan ala sen. Sıra gəldi çatdı Avtostopun qadın işi rubrikasına. Bu dəfə də rubrikamızın məşhur xanım qonağı var. Onun kim olduğunu az sonra biləcəksiniz. Məsələn xanım, Ay can. deməli mən əminəm ki, səsi ilə, səsindəki mətanəti ilə, aparıcılıq tərzi ilə, həqiqətən öz adını, yəni mətanət adını durduqdan, bu tərif deyil ha, bu tam səmimi mənim sizə ürək sözlərim. Yox, mən artıq alışmışam. Əminəm ki, çoxu üçün maraqlıdır ki, yaxşı, Mətanət xanım həm də necə sürücüdür? Mən çox diqqətli sürücüyəm. Məsələn üçün, bax, indi sizə müsahibə verirəm. Əslində, mən yolda sevmirəm danışmağı. Bütün diqqətim yolda olur. Sadəcə indi bu veriliş üçündür, mütləq olmalıdır. İstisnadır bu artıq. Mən çox diqqətçiyəm. Çünki güzgülərlə yaxşı işləyirəm. 3 güzgünün 3-ü ilə də. Və qətiyyən mobil telefondan istifadə etmərəm. İstəyir orada öldürsün özünü. Zəng eləsin, dünya dağılsın, mən onu götürmərəm. Yox, əgər evdəndirsə, vacibdirsə, çəkib kənarda, mən artıq onu saxlayıram və lazım olan zəngi qəbul edirəm. Bir də ki, mütləq diqqət yetirirəm, kim necə, hara gedəcək, maşınlara, insanlara. Ən çox qorxduğum əlbəttə ki, piyadalardır və onların təhlükəsizliyi üçün həmişə diqqətli oluram. Çünki piyada mənim üçün doğrudan da vacibdir. Mətanət xanım, və siz yaxşı, ilk dəfə sürgən arxasında neçə yaşında eləşirsiniz? Yaşında yox, 4 il əvvəl elə bu avtomobili alanda mən ümumiyyətlə təcrübəm yox idi ki, mən nə edəcəm. Yəni azdan çoxdan belə bilirdim. Əsasən də həmişə işə gələndə taksi ilə gəlirdim, taksi sürücülərinə soruşurdum. Sən niyə bunu belə elədin? Sən niyə onu elə elədin? İndi gəlin açığını danışaq da, indi çoxumuz yəni oxumuruq da. Düzdür, o məktəbə adımız gedir. Risk eləyirik. Hə, risk eləyirik və mən də riski sevən bir insan kimi bütün işlərimdə riski sevirəm. Ona görə də buna da risk elədim. Aldım və keçdim sükan arxasına, düzdür. O dəqiqə yola çıxmadım. Hə, elə mən onu soruşmaq istəyirdim ki, siz sürücülüyü kimdən öyrəndiniz? Hə, sürücülüyü özümdən öyrənmişim. Yenə deyirəm ki, hə, oturdum risk elədim, amma yəni çıxmadım şəhərə. Sadəcə belə həyətdə, ətrafda biraz elə. Sonra mən Sumqayıtdan risk elədim 1-2 aydan sonra şəhərə çıxmağa. Yalnız 50-60 gəlirdim ki, öyrənmək üçün. Sonra artıq elə. Bilirsiniz, praktika çox lazımdır insana hər bir işdə. Mütləq praktika olmalıdır. Yoxsa belə
kimsə məni belə öyrətsin, bu mənlik deyil. Amma Mən belə təcrübə deyir ki, götürürəm. taksi sürücüsü sürəndə ona dəfələrlə sual Mütləq tək verirdiniz. taksi o qədər sual verirdim. Axırda mənə dedi ki, baxın siz niyə bu qədər Niyə sual bildirdiniz verirsiniz? Dedim məndə maşın var, sadəcə istəyirəm öyrənim. Bax bunu niyə belə elədiniz? Bunu nədir? Bu nədir? Bu nə işarədir? Yəni hər şeyi gözüm görə. Həqiqətən diqqətçisiniz onda. Yaxşı Məzahid xanım, deyirsiniz ki 4 ildə avtomobil idarə edirsiniz. Alan gündən indi idarə etdiyiniz avtomobil ilk avtomobiliniz. Avtomobilimdir və mən bir şey deyim də, mən o qədər də avtomobil həvəskarı deyiləm. Sadəcə işdə, yəni ev, uşaq, bağça, ora-bura, yəni bu mənə çox vasitəsi kimi baxırsınız. Yəni avtobus çox vaxt aparır. Bunu indi etiraf etmək lazımdır. Bax görürsüz, yol xanımın da o mənə yol verir. O bilməlidir ki, onun yoludur. O dairədədir deyə Bax, o yol indi verməlidir. o artıq, bəli. Amma gözləyir. Gözləyir, bəli. Yaxşı, deməli belə çıxdı ki, yəni avtomobilə həvəsim kimi yoxdur. yanaşmırsınız. Yox, məsəl üçün, ay bunu bugün satım, sabah başqasına alım, bu mənlik deyil. Yəni sürürəm də, mənim üçün bu rahatdır. Bəs yaxşı, avtomobili seçəndə sizin üçün ən əsas avtomobilin nəyi? Kompakt olsun, nə bilim. Mən yekə avtomobilləri açığın deyim sevmirəm. Qətiyyən, bu mənlik deyil. Ay böyük, məsəl üçün avtomobil alım, yox. Mənim üçün elə bax xırda yığacam. Xacda rahat hərəkət. Xacda çox rahatdır və dar küçələrdə də mən çox rahat hərəkət edirəm. Heç kimə mane olmuram. Və bir şey var məndə, tanımadığım yerə dünyasında getmirəm. Mən taksi ilə gedərəm, amma məsəl üçün kiməsə mane olmaram ki, ay mən indi buradan hara dönüm? Vay, mən buradan axı tanımıram. Mən qətiyyən. Məni harası dəvət edirlər. Deyirəm ki, mən buranı tanımıram. Eybi yoxdur deyirəm. Taksi ilə gedərəm. Heç kimə taksi ilə gedəndə artıq öyrənirəm ki, aha bu yolla getdi. Növbəti dəfə artıq mənə yəni ehtiyac yaranmır. Yaxşı, yolda məsəl sürücülükdə daha doğrusu nə sizdə ilk vaxtlar çətin alınırdı da? Çətin mənə çox xacda məsəl üçün elə bilirdim ki, bu dəqiqə mən kiməsə məsəl üçün vura bilərəm. Kimsə məni vura bilər. Həmişə ehtiyat edirdim. Ara məsafəsindən qorxurdunuz. Ara məsafəsini də saxlayıram. Çox yəni bir də ki ehtiyat edirdim ki, ay aman birdən nəyisə düz eləmərəm, birdən hansısa işarəni bilmərəm, mən düz getmərəm. Yəni bu baxımdan ehtiyat edirdim, amma indi maşallah az deməzdim ki, yəni işarələri tanıyıram, bilirəm ki, nədir. Yenə də bu təcrübədən. Mən onu oxusaydım, dünyasında yadımda qalmaz ki, bu nə üçün. Mütləq bilirəm ki, bu nə üçün, gözləmə işarəsidir, budur. Amma oxusaydım kitabdan, o mənim qəti yadımda qalmayacaqdı. Bəs yaxşı, belə yol gedirsiniz də, nə müşahidə eləmişsiniz? Qadın sürücülər həqiqətənmi pis sürürlər, yoxsa kişi sürücülər bunu şişirdirlər? Vallahi şişirdirlər. Qadın sürücülər doğrudan da, həqiqətən də hər şeyi gözləyirlər. Mən heç görməmişəm ki, hansısa bir qadın sürücü mənə mane olsun. Elə həmişə kişilər mane olur. Bilmirəm kişilər niyə bunu boyunlarına almırlar, çünki qadınlardan qorxurlar 100%. Qısqanclıqla yanaşırlar. Qısqanclıqla yanaşmırlar. Yox, əvvəl bəlkə ola bilərdi, amma indi qısqanclıq yoxdur, çünki maşallah. Amma indi artıqdır, təki artıq olsun. Mən sizə deyim ki, elə qadına lazımdır maşın. Bəli. Qadına. Avtobusda. Mən çünki 15 il əzab çəkmişəm avtobuslarda. Təsəvvür edin, Sumqayıtdan gələndə neçə marşrut dəyişmək, metroya minmək, sonra yenə avtobusa işə çatınca bu mənim üçün böyük bir çətinlik idi. İndi avtobus sürücülər mən demək olmaz, heç kim heç nədən sığortalanmayıbdı. Heç kim bu dilsiz, ağızsız bir əşyadır da, sadəcə gedir. Amma nə bilirsən ki, bu gedən yerdə nə ola bilər? İraq. İraq olsun əlbəttə ki, amma heç kim, bəli, elə yol var ki, orada məsəl üçün tələb olunur sürət, 100-dən o tərəfə çıxa bilmərəm. Belə aşaram mən. Deməli, sürəti sevmirsiniz, hə? Yox, sürəti sevmirəm. Ehtiyatlı insansınız. Hə, ehtiyatlıyam. Çünki əvvəla mən uşaqla gedib gəlirəm. Düzgün deyil. Qətiyyən, mən necə sürət artıra bilərəm? Hərdən deyirəm ki, özüm eybi yox. Kimisə vura bilərəm, və uşaqdır, maşındır, yenə deyirəm ki, heç nə, maşallah, yollarımız da o qədər belə dərmə deşikləri çoxdur, bilmirsən. Yağış da yağanda heç bilmirsən ki, hardadır o. Birinci dəfə yadınıza gəlir, hansı qayda pozuntusuna görə cərimələnmişsiniz? Oy, cərimə olmuyor. Mən polislərimizi çox istəyirəm. Həqiqətən polislər, inanırsınız, bax, ilk dəfə oturdum Sumqayıt şəhərində, o da belə. Bir balaca kənara çıxdım Sumqayıtın, yəni içərisində də, belə daha gedib eləməmişdim. İnanmarsınız ki, qırmızı işığı keçdim. Bir də gördüm ki, polis deyir ki, saxla. İndi saxla deyir, ayağım qazda saxlamışam, tormuz da əyləci basmışam, amma bunu atmamışam park eləməyə. Ötürücünü atmamışsınız. Atmamışam və gedirəm. Polis deyir ki, bacı, mənlə danışırsınız, siz hara gedirsiniz?
yadıma da düşmür ki ayağım hələ qazdadır da, yəni eləməmişəm belə. Və sağ olsun dedim ki, mən birinci dəfədə oturmuşam dükan arxasına. Özdə etiraf eləyirdim. Dedim ki, mənim hələ heç bir sənədim də yoxdur. Öyrənirəm. Dedi, öyrənməyi burada öyrənməyin. Yəni mənə heç nə eləmədi. Nə məsləhətiniz var? Varmı məsləhətiniz? Məsləhətim odur ki, elə xanımlara da, bizim erkəklərə də, yəni diqqətli olsunlar, biri-birinə hörmət eləsinlər. Son zamanlar qəzaların sayı çoxalıb. Nədən? Özüm də xəbərlərdə sürət həddi. Aşmayın. Hamı 5 dəqiqə, 10 dəqiqə gec çatın mənzil başına. Evdən tez çıxın. Evdən çıxanda biri-birinə yol verməmək. Bax, bu mədəniyyəti olmalıdır bizdə ki, biri-birinə yol mədəniyyəti, həmişə onu deyilərik, yol özün bir mədəniyyətdir. Orada biz belə eləsə hansı mədəniyyətdən danışırıq? Ona görə mən tövsiyə eləyərdim ki, ehtiyatlı olsunlar və diqqət. Bu dəmir parçasıdır, bu sabah düzələcək, amma insanın canını qaytarmaq olmur. Ona görə mən piyadaları ilk növbədə, özümü də yox, ilk növbədə piyadaları nəzərə alıram. Çünki onlar mənim üçün həqiqətən vacibdir, həqiqətən. Qəbristanlığa sürüm. Nə cürdümü? Sənədimiz adımı da götürməmişəm, gözün çıxmasın. Neymişsən ki sənədi? Birdən də saxlayarlar. Üstündə ateliyə məktubunu çox tutdu. Qorxutmayın məni. 100% düşüb, Allah bilir artıq belə oldu. Əvvəl fikir gəlir, sonra iş çıxır. Necə ki uşaq doğulur, sonra diş çıxır. Biraz geciksə qızdırma zır-zır. Sevdiyin treklər bax belə yazılır. Sənə nə var ki, play bastın qulaq asın. Sonra da YouTube'da 1-2 Bizniyə görə, bax bu nişankilər ki, svetoforda nişanların qüvvədən düşmə prosesi var ha. Aqil müəllim onları çaşdırır. Çünki bizdə stop nişanı var idi. Onlar elə bilirlər ki, biz gözləməliyik orada. Amma başa düşmür ki, ay qardaş, svetofor işləyəndə o qüvvədə deyil. Üstünün nişanları qüvvədən düşür. Svetofor işləyəndə. Niyə? Bu kitabı açıb oxusunlar da. İndi qanunları dəyişir onlar. Yəni qaydaları dəyişir. Kitabı açıb oxusunlar da. İş basını ki oxumurlar. Biz mənlə dəfələrlə efirdə deyirsən ki, baxın belədir. Biliyorsunuz zəng eləyirlər ki. Tamam Tural müəllim. Kitab oxumaq ayıbdır Tural. Kitab oxumaq. Nə olacaq Tural? Oxu qabaqda maşın deyir. Bunlar mənim sağ bu maşın dönmə işıqlarını yandırsa mən sənətimi dəyişəcəm. Prosta intuisiya mənə deyir. Yox, dəndırma. Bu yandırdı mı? Yox. Yox, yandırmadı. Bilgilərlə işlədi mi? Yox. Yox. Sola gedəcəyik. O sanki mənə güvənir. Düz gedək gəl. Necə bilirsən? Düz gedək. Düz gedək. Bizdə svetoforda biz astaca. Baxmayın ki, svetofor yaşıl yanında sönüb keçib gedə bilərik, amma hər ehtimal qarşı getmir. Tural, o mənə də qaranlıq qaldı. Bəlkə mən yenə deyirəm, səhv edirəm. Bax bu qabaqda piyadaçı zolaq var. Düzdürmü? Adi məsələdə yaşıl yansa yol bizimdir. Düz yol ayrıcını qutaran anda bir dənə də piyadaçı zolaq var. Mənə nəsə elə gəlir ki, o da nizamlanan piyadaçı zolaq olacaq. O nizamlanan. Çünki biz yol ayrıcında dayana bilməliyik. Bəli. O nizamlanan yol. Yox, nizamlanan, bəli, nizamlanan yol ayrıcı. Yox, nərhal olun. Çünki siz çox güclü bilirsiniz. Yox, mən sadəcə olaraq piyada svetofor. Çaşdırdılar. Amma hər ehtimala qarşı dayandım. Arxamda təhlükə yox idi deyə görə dayandım. Çünki arxadan gələn yox idi. Bizə yaşıldı. Yolu keçməyi tamamlamalıdır piyada. Ona görə mən ona yol verirəm. Nənəsinin yanına getmək istəyən xanım. Aha, ora getməyəcək. Deməli, buradan sola olarmı? Baxın, gəlin oxuyaq. Bir şey varmı sola? Xeyr. Gəlin sola dönək. Yəni sola dönək. Giriş qadağandır. Bəli, yoxdur, görmürəm. Hoppa. Yəni dönəndə hələ giriş qadağandır ya da baxmaq. Bəli. Bax yolun saxlığını saxlayır. Rahat oldum. Niyə? Görürsüz bizim istiqamətə işarələr var. Deməli biz düz dönmüşük. Çox hatalı yol ayrıcıdır. Biz düz gedə bilərik və biz gəlin sağa gedək. Sağda çox maraqlıdır. Orada mütləq burada dayanmalıyıq. Bizim stop var. Biz burada mütləq dayanmalıyıq. Biraz sonra qabağa veririk, piyadaçı yoxdur. Amma sonra orada yenə dayanırıq. Niyə? Axı biz görüntü biz bu maşınlar qoymur. Bəli, maşınlar mənə qoymur görməyə. Bircə dəqiqə. Ay, ehtiyatla. Əla zolaqdır. Sağ zolaqda mümkün deyildi getmək. Taksi dayanıbdı, yol ayrıcına 5 metr qalmışdı, yanıbdı. Qohumu gəldi, qohumu deyəsən gəldi. Söhbət eləyirlər burada. Düzgünlə işlə, məsələni həll elə axşama kimi burada duran deyil. Sürücünün qapısı açıla bilər. Belədir də qohumunu görəndə saxlayır. Svetofor yoxdur ki. Yox. Onlar niyə deyəm? Onlar mənə çaşdırdı. Mən elim svetofor var, ətrafa diqqətlə baxdım ki, bunlar niyə deyəm? Onlar söhbət edir, yol soruşur. Tural, niyə bura gəlmişdik, güya ki, maraqlı olsun deyə. Amma gedək, bu Səməd Vurğunun kəşfməsini. Biz niyə bura gətirmişdim sizi? Burada yol ayrıcı svetoforla deməli təmzimlənir. Və burada tıxac ehtimalı çoxdur. Burada sürücülərdən sürücü mədəniyyəti tələb olunur. Və onun hər an olmadığını sübut eləmək üçün
gəlmiş. Yox, mən tamamilə razıyam. Çünki bu küçə Bakı şəhərinin yenə problematik küçələrindən biridir. Məsələn, svetofor da kömək eləmir. Svetofor kömək eləmir. Çünki sürücülər mədəniyyətlərini isar eləmirlər. O böyük problemdir. Məsələn, biz tıxaclayanda özünüz dəfələrlə görürsünüz. Məsələn, 1 millimetr mən ondan qabağa keçmək istəyirəm ki, mənə çox arxadan dirəni. Bir görürüm, yenə gəldi. Buraxarsan ki, qarşı əl çəkmən, yenə gəldi. Yəni, adam bilmir ki, necə əl çəksin həmin adamlardan. Burada biz sol ikinci zolaqdayıq. Deməli, belədir. Ümumiyyətlə, siz məndən də yaxşı bilirsiniz ki, sola dönəndə Palmalçəni, yəni ki, başqa şərtlər olmadıqda, yerdə başqa işarələr olmadıqda sola dönən ən sol zolağı tutulur. Eləmi? Ancaq burada mən əgər yadımdan çıxartmamışamsa, ikinci zolaqda, hətta üçüncü zolaqda da yerdə işarələr var, o var. Ən sol zolağı burada tutmaq ona görə pisdir ki, dönən anda, deməli siz dönən anda, bu zolaq, ikinci zolaqda gedən maşınlar sizi dirəyə sıxa bilərlər və yaxud ortada olan o ayrıcı beton hissə olur, ora sıxa bilərlər. Amma iş başındadır ki, Adil müəllim, sıxa bilərlər, yox, sıxırlar. Heç kim gözləmir. Yəni, mən Bakıxanov küçəsində ki, Rəşid Beyvdovun Bakıxanova sol kənar zolaqdan dönürəm. Mən həmişə görürəm ki, məni o biri maşının, yəni qoşa zolaqdan... Arxan sıxırlar, elə bir ki, sən bunun qabağını da almalıdır. Elə bir bilirlər ki, siz qəza əleyhinə kursları tutarmısınız, tural bir təhər vəziyyətdən çıxarma, belə gedir. Bir də bir şey qeyd edelim, bizim sürücülər... Aqil müəllim, qarşımızdakı avtomobil bütün yük daşıma qaydalarını kobud surətdə pozub. Baxmayın o tərəfə, mən xəcət Yəni, bu cür... Bilirsiniz, mən yenə dedim, müəyyən qaydalar var ki, sürücünün təhlükəsizliyi üçün yazılıbdır. Qanla yazılıbdır. Hər bir qayda qanla yazılıbdır. Nəsə hadisədən çıxır. Amma bəzi insanlar, onlara çox lazımdırsa nəsə, məsələn, mən belə başa düşürəm ki, bu dəqiqə hamam otağını remont eləmək üçün kərpic lazımdır ona. O kərpic ona o qədər lazımdır ki, həm deməli qaydalara zid gedir, həm Nəqliyyat Nazirliyi məncə icazə verilmir də belə şeyə. Belə icazə verilmir. Həm xatalıdır. Niyə o kərpiclər hamama gedib çatmamış bizim maşını əzə bilər, məsəl üçün, Ervindir olmasın. Baxmayaraq ki, skoçla bağlanıb, skoçla kərpic saxlayan bir şey deyil. Amma ən maraqlısı odur ki, biz elə özümüz deyib bu maşının içində eşidirik. O isə maşında meyxana və yaxud səsi çox verir ki, birdən bizim səsimizi eşidir. Bir də bilmirik qarınları biz hələ. Mən bir nömrə, var tapanca. Bütün şeytanlar məndə sancaq. Sevgilim atma məni, sevgilim atma məni. Bizim də o bucaq, bizim də bu bucaq. Mən bir nömrə, var tapanca. Əgər sizə yeni avtomobil lazımdırsa, o zaman siz Performans Center'ın Babək prospektindəki salonuna baş çəkməlisiniz. Verilişimizin baş sponsoru Performans Center'dir və bugünlük avtostop bitdi. Gələn həftə görüşərik, qismət olsa.